akibetini dərk eləmək. Dərk eləmək və xatırlamaq. Yəni şəhvət sənə qalib gələndə ey gənc, çaşanda dindən çıxmaq vəzifəsi sənə gələndə xatırla. Xatırla ki, yəni sabah o tabutun içərisində kəfənə bükülmüş sən olacaqsan. Növbə sənindir. Necə getmək istəyərdin? İmanlı yoxsa imansız? Xatırla ki, o plitələri sənin üzərinə də düzəcəklər. Zülmət qaranlıqda, tək zülmət olsaydı dərd yarı. İnnə lədəynə ənkələn və cəhimə. Bizim yanımızda zincirlər və cəhim, cəhənnəm odu vardır. Təzəkkəru bil cəzə, yəni cəzanı, dindən çıxmağı, imanla sabit qalmamağın pis aqibətini, cəzasını düşünəndə yəqin bir şəkildə o səni günahdan və həmçinin büdrəməkdən və dindən çıxmaqdan qoruyur. Fikirləşirsən ki və nəfsinə deyirsən ki, ey nəfsim səbr elə. Ömrün onsuz da qısadır. Ey nəfsim səbr elə. Səbr eləsən, mələklər qapıda sənə deyəcək ki, وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا. Səbr etdiyinizə görə sizin mükafatınız bu günləri ipəklər və cənnətdir. Səbr elə. Səbr elə. Hamısının qarşılığı ən möhtəşəm şəkildə veriləcəkdir. Nəfsinə denən ki, ey nəfsim, eynən o tabinin dediyi kimi. Tabinlərdən biri deyir ki, bir dəfə nəfsimlə söhbət elədim. Yəni nəfsimlə diyalog apardım. Bu təəmmülün yollarındandır. Kişi kimi söhbət elədim. Ay nəfsim, bax sən nə istəyirsən? Sağından solundan hurul ayn, əllərində şərab badələri, süd və şərab çayları və baldan olan çaylar, meyvələr hər tərəfdən və iki cənnət ikisi də sənə yaxın. Bax bunu istəyirsən, yoxsa zəqqum, tikan, dözülə bilməyən bir od, ay miskin nəfs. Adama deyən lazımdır. Təndirin içinə baxa bilmirsən. İçindəki odu görəndə dəhşətə gəlsən. Çörək bişirilən fırının qapağını açanda dəli olursan. Yəni bu səni ora hələm salmayıblar. O ki qaldı cəhənnəm ateşi ondan 70 dəfə güclüdür. Orada ölmürsən, diri qalırsan və çıxa bilmirsən. Nəfsim sən nə istəyirsən? Bu iki şeydən nə istəyirsən sən? Birinci dediyim hurul ayn və vildan muxalladun. İnne lil muttaqin mafaza hadaiq və a'naba və kawa'ib atraba. Ayətin mənalarını bilirsiniz. Gedin yenə oxuyun. Bax bunu mu istəyirsən nəfsim? Yoxsa zəqqum, ağac meyvələri sanki şeytan başları və tikan, irin və qaynar su, dözülməyən bir zəhərli tüstülər olan, havası olmayan bir cəhənnəm. Tabinlərdən biri deyir ki, sahabədən cəhənnəm haqqında soruşdum. Dedi ki, orada nəfəs yoxdur. Orada hava yoxdur. Bizim dildə kislorod yoxdur. Və deyir, hönkür-hönkür ağladım. Yəni, nəfsim, sən nə istəyirsən? Nəfsim mənə dedi ki, mən birincisini istəyirəm. Hurul ayn. Belə, mən də onu istəyirəm də. Ona görə məni yoldan saptırma. Sən mənə təslim ol, tabi ol. Səni ora çıxardım. Məni saptırma. İsbiri, ey nəfsim səbr elə. Sabah sənin haqlı mükafatın veriləcəkdir. Və həmişə qardaşlar, günaha düşmək istəyəndə, büdrəmək istəyəndə, çaşmaq istəyəndə və şeytan səni saptıranda, dindən çıxartmaq istəyəndə bu iki şeyi düşün. Bunun pis aqibətini düşün. Allah Subhanahu teala bunun gözəl misalını Fussilat 40-cı ayət-i kərimədə gətirir. Əfəmən yulqa fin-nari xayrun əmmən yəti əminə yevməl qiyamə. De ki, iki nəfərdən daha xeyrisi kimdir? Arxayıncasına əmin amanlıq içərisində qiyamət günü gələn, yoxsa üzü üzərə cəhənnəmə atılan. Əfəmən yulqa fin-nari xayrun. Özdə burada birinci odla başlayır. Cəhənnəmə qiyamət günü üzü üstə atılan mı xeyirdir, yoxsa arxayıncasına əmin amanlıqla gələn? Hansı xeyirdir? Bax, nəfsinə bunu deyirəm. Nəfsini bu şəkildə neyinə? Tərbiyə elə. Bax, qiyamət günü səbr etsən, əmin amanlı, arxayıncasına gələcəksən. Səbr etməsən, və təbii ki, bunların hamısı qardaşlar, mücahədətən nəfs, yəni çaba göstərməklə, həqiqətən, çalışmaqla.
Nefsle cihad etmenin mümkündür. Allah subhanahu teala buyuruyor ki وَالَّذ۪ينَ جَاهَدُوا ف۪ينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا. Kim bizim yolumuzda çaba gösterirse, cihad eləyərsə, biz ne eləyərik? Yolları onlara asınlaştırarak. Ve tabii ki kardeşler,